Git baba. Bugün oteldən çıxıb Dotonboriyə doğru yönəlirik. Osakonun ən məşhur əyləncə, alış-veriş və küçə yeməkləri ilə məşhur rayonu olan Dotonbori. Onambo bölgəsində Dotonbori kanalı boyunca yerləşir. Xüsusilə gecələr parlaq neon işıqları ilə məşhurdur. Burada mütləq görməli olduğunuz yerlər Glyco Running Man reklam lövhəsidir. Osakonun rəmzidir və turistlərin ən çox şəkil çəkdirdiyi yerdir. Ebisu körpüsü, Kani Dorako restoranının nəhəng hərəkətli xərçəng figuru və s. burada məşhurdur. Dotonbori həm də yeyənə qədər ye mənasını verir. Takoyaki, okonomiyaki, kushikatsu, ramen və müxtəlif dəniz məhsullarını burada yeyə bilərsiniz. Dotonbori gecə saatlarında daha canlı olur və çoxları onu Osakonun heç vaxt yatmayan küçəsi adlandırır. Kanal boyunca qayıq gəzintisi zamanı axşam işıqları altında şəhəri izləmək turistlərin ən sevdiyi fəaliyyətdir. Həmçinin burada çoxlu mağazalar var. Alış-veriş üçün çox gözəl məkandır. İndi səhər yeməyimizi yeyib ora yollandıq. Yaponiya gələnlər yəqin bilir. Bu aparatlardır. Deməli iqruşkalar pul atılır və buradan yumru formada deməli qiymətləri görürsüz. Burada yazılır 400 yen, 500 yen, hardasa 4-5 manat olur. Baxın buradakı 450, buradakı 500-ə pul atılır, bu fırladılır və buradan yumru deməli iqruşka çıxır, anime xarakterli. Yaponlar bildiyiniz kimi bax burada görürsüz, görsənir. Emilə istəmir deyənə almırıq. Amma yəni anime xarakterli, bunların sevdiyi, bəyəndiyi deməli personajlarını buradan çıxardırlar və deyim ki, çox sevirlər bu iqruşkaları. Dəhşətli dərəcədə mollarda anime xarakterli markalar, tişörtlər, iqruşkalar, çantalar alırlar. İstəmirsən? Bu limonlu yaxşı olar, bəlkə bunları götürək. Мишка, ты что хочешь? Посоветуй мне тоже. Мы вчера такое взяли. Bunlar tatlıydı, dün sen bundan içtin ha. Fanta. Fanta melon soda. Bu nedir? Fanta muskat. Papa bayağı ondan almıştı. Ben hoşum gelmedi. Ben bundan istiyorum. Sen de bundan. Hepsi. Нет, по-моему. Смотрите, смотрите, если ты возьмешь отсюда. Nedir? Güzel. Bundan var, bizde var mı? Tamam. Burada arasında 5 manat. 5 manat. Ama burada 2 manat. 2 ne kadarsa boş ver. 2.30. Печенька. Что это? Возьми, попробуй. А что это?
Arigatos. Okay. Arigato gozaimasu. Arigato. Metroda girişi, qatara girişi çəkmək istəyirəm. Baxın, hər kəs kənardan çıxış yolunu, giriş-çıxış yolunu azad qoyublar və növbə ilə sırayla durublar. Çox gözəl təşəbbüsdür. Həqiqətən sırayla dayanılır, çıxanlara yol verilir. Metronun deməli qırmızı line liniyadan Namba Station'a gəldi. Burada Dotonbori adlanan yer var. Bu hansı ki mərkəzdir və bu bizim Nizami küçəsi kimi, yəni bunların mərkəzi, gəziləsi, sağlı sollu küçələri olan Dotonbori meydanıdır. Baxın, indi bura gəldik. Namba Station'da yerləşir bu qırmızı line, qırmızı xəttə. Deməli, çox zaman turistlər bura gələndə bu motosikl formalarından istifadə edirlər. Şəhərdə bu formada gəzib şəhərin görüntüsünü daha aydın şəkildə görürlər. Yum yum. Интересно, да? Осьминог içindedir. Кукуруку. Очень вкусно. Внутри осьминог. Я не могу взять. Вот осьминог. Benim çekim осьминог. Вот это. Угу. Давайте попробуем. Посмотри, осьминог вкусный. Если я смогу его взять. Угу. Как жвачка. Да. Bu şəhərin pis cəhəti nədir? Növbələr. Yəni istədiyin mağazanın qarşısından keçirsən, əgər girmək istəyirsinizsə, baxın, bağlı qapı və növbə. İçəri 2-2-3-3 buraxılır və budur. İçəri keçib alış-veriş edə bilərsən. Amma həddindən artıq çox növbə. Hər mağazanın yanında, ağzında belə növbələr olur. Biz də gözləyirik. Gel. Neydi onun adı? Labubu herda. Labubu. My little pony. Gitti. Gel. Ha, şeydi aslanım. Дай туда воду и так
Şehir stansiyasına oxşur. Çarpı. Yorulma mısın? Hemen orada Tandoori'nin gecəsidir. Sos. Thank you. Thank you. Arigato gozaimasu. Bir de Yaponiyada sigaret çəkməyə icazə yoxdur. Küçədə sigaret çəkənlərin 3000 dollar cəriməsi var deyirlər. Oteldə dedilər bu məlumatı, bilginiz olsun deyə deyirəm. Bax belə, küçədə belə butqalar vardı, sigaret çəkmə sahəsi. Belə sahələr var, smoking area. Ora daxil olurlar və sigaretləri burada çəkirlər. Bir tərəfdən yaxşıdır. Havanı çirkləndirmirlər. Bu kişinin Thank you. Yan orada. Olmadı. Okay.